Bugün milli maraqların qorunmasının vacibliyi, həmçinin 2-ci Ereklin qərarının motivi və nəticəsi qeyd olunanlarla bağlı baş nazir danışdı. İrakli Kobaxidze oponentlərin rezonanslı bəyanatlarına reaksiya verdi. Qeyd etdi ki, hakimiyyət üçün prioritet öz ölkəsi olmalıdır. Vurğunu Georgiyevsk traktına və tarixi hadisələrə etdi. Baş nazir həmçinin bildirdi ki, Saakashvilinin hakimiyyəti xarici qüvvələrin tapşırığı ilə və onların maraqlarına uyğun hərəkət edirdi ki, bu da xalq üçün faciəvi oldu. Müxalifət Gürcüstanın Abxaziyanın Rusiyaya necə təhvil verməli olduğu barədə kampaniyanı başladıb. Bu, İrakli Kobaxidzenin etdiyi daha bir bəyanatdır. O, müxalifətin vətənpərvərliyi bəyənmədi və qeyd etdi ki, konkret əməllərin bununla heç bir ümumi tərəfi yoxdur. Baş nazir son günlərdə müxalifətçi siyasətçilər tərəfindən Abxaziya müharibəsi və işğal olunmuş ərazilər haqqında verilən bəyanatlara reaksiya bildirdi. Nika Qvaramiyanın bəyanatına siyasi qiymətləndirmələr səngimir. Son dövrdə Gürcüstanın işğal olunmuş əraziləri və Abxaziya müharibəsi ilə bağlı şərh, tənqid və qarşılıqlı ittiham mövzusudur. Oponentlər bir-birlərinə tarixi qərarlar xatırladır və ölkəyə zərər vurmaqda ittiham edirlər. Söhbət Qvaramiyanın Abxaziya ilə bağlı Ermənistan misalında və Qarabağ hadisəsində vurğu etdiyi bəyanatdan gedir. Onun sözlərinə görə Nikol Paşinyanla heyran qalıb, çünki o Türkiyə və Azərbaycanla münasibətləri istiləşdirmək üçün Qarabağa təhvil verdi. Onun sözlərinə görə Ermənistanın baş naziri ən qısa zamanda tarixi travmalara qalib gəlməyi bacardı. Bu da Ermənistana daha çox pul və Avropa İttifaqına doğru irəliləmək perspektivi gətirəcək. Nika Qvaramiyanın sözlərinə görə millət üçün tarixi yaddaş çox vacibdir, lakin travmatik yaddaş təhlükə ehtiva edir. Saakashvili və Qvaramiyanın açıq qarşı durmasından sonra müxalifət alyansının dağılması ideyası aktuallaşıb. Məlumata görə 2 martda yaradılmış birlik praktiki olaraq dağılıb və qərar rəsmiləşmək üzrədir. Vahid Milli Hərəkatın alyansı Saakashvilinin tapşırığı ilə tərk etdiyi bildirilsə də partiya bunu təksiz edir və mövcud formatda işi davam etdirməklərini bəyan edir. Alyans üzvləri daxildə fikir ayrılıqlarını təksiz etməsələr də koordinasiyada olduqlarını bildirirlər. Siyasətçilərin bir hissəsinin birliyinin əvvəldən uğursuzluğa məhkum olduğunu, hakim komanda isə bu proseslərin siyasi gündəmə heç bir təsir olmadığını vurğulayır. Bugün Gürcüstanın milli qəhrəmanı Georgi Anzuxelidzenin doğum günüdür. Yaşasaydı 42 yaşı tamam olacaqdı. Müdafiə qüvvələrinin hərbi qulluqçuları, Çavuşlar Akademiyasının nümayəndələri və əsgər düşərgəsi iştirakçıları qəhrəmanın ailəsi ilə birgə Muxatkverdi qardaşlıq qəbirstanlığında onun xatirəsini yad edərək məzarına əklil qoyublar. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsinə qəhrəmancasına həlak olan kiçik Çavuş Anzuxelidze 1-ci dərəcəli Vaxtan Qorqasali ordeni və Vətən üçün fədakar medalı ilə təltif edilib. Ona milli qəhrəman adı verilib. Tbilisi hava limanında FBI tərəfindən terror təşkilatlarının fəaliyyətini dəstəkləməyə görə axtarışda olan şəxs saxlanıldı. Kişi xarici terror təşkilatına sui-qəsd maddi dəstək göstərmək və göstərməyə cəhd ittihamı ilə axtarışda idi. Polis tədbirini Mərkəzi Kriminal Polis Departamenti və Baş Prokurorluğun əməkdaşları birgə keçirdilər. Amerika hüquq mühafizə orqanlarının məlumatına görə axtarılan şəxs xarici terror təşkilatına dəstək göstərmək məqsədi ilə Birləşmiş Ştatlarda qruplaşma formalaşdırıb. Eyni məqsədlə həmçinin maliyyə yardımı şəbəkəsi yaradıb və ona şəxsən rəhbərlik edirdi. Qeyd olunan qruplaşmanın lideri və üzvləri Suriyada terror təşkilatlarına, o cümlədən İslam dövlətinə fəal maddi, texniki və maliyyə dəstəyi göstərirdilər. Prokurorluq zərərçəkənə olunan təsir faktı üzrə vəkili saxladı. Acarıstan Muxtar Respublikası Prokurorluğunun istintaq idarəsində aparılan istintaqla müəyyən olundu ki, azyaşlıya qarşı cinsi əlaqəyə məcbur etmə faktı üzrə təqsirləndirilənlərin vəkili onun müdafiəsi altında olan şəxsin daha az cəza alması məqsədi ilə zərərçəkənin dostuna və anasına təklif edib ki, zərərçəkən dindirmə zamanı verdiyi məlumatı dəyişsin və istintaqla yanlış faktlar təqdim etsin. Bunun müqabilində isə pul və başqa əmlak mənfəəti vəd edib. Cinayət 6 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluq təqsirləndirilən şəxsə həbs qəti imkan tədbirinin seçilməsi vəsatəti ilə artıq məhkəməyə müraciət edib. Xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz əldə olunması, saxlanılması və Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə xarici ölkə vətəndaşı saxlanıldı. Hüquq mühafizəçilər Sarpi gömrük keçid məntəqəsi ərazisində avtonəqliyyat vasitəsinin yoxlanılması nəticəsində sübut kimi 109 həb preqabalin götürdülər. Cinayət 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Brent markalı neftin bir barelinin qiyməti 90 ABŞ dollarını keçsi ki, bu da 27 iyuldan sonra ən yüksək göstəricidir. Dünya bazarında onun dəyəri bugün 91,3 dollardır ki, bu da dünənki qiyməti 0,4% üstələyir. Bununla yanaşı qiymət artımı Amerikada xam neftində də müşahidə olunur. Bir barel neftin dəyəri bugün 85 dollardır ki, bu da dünənki ilə müqayisədə 0,65% çoxdur. Məlumat üçün dünya bazarında neftin qiyməti Donald Trump Hörmüz boğazının ABŞ ərazisi elan edilməsi ideyasını bəyəndikdən sonra artdı.
Gecə Moskvada 180 dron vuruldu. Moskva merinin məlumatına görə bu Rusiya paytaxtına Ukrayna tərəfindən həyata keçirilən ən miqyaslı hücumlardan biri idi. Dronun qalıqları Moskva yaxınlığında yerləşən müxtəlif obyektlərə, o cümlədən Wildberries şirkətinin anbarına dəydi. 3 nəfər xəsarət aldı. Onların arasında 10 yaşlı qız var. Sergey Sobyanin'in məlumatına görə 17 avqust axşamdan səhər saat 05:00-a qədər Moskva ətrafı regionuna doğru təxminən 620 dron istiqamətlənirdi. Hücumlar səbəbindən Moskva hava limanında uçuşlar müvəqqəti məhdudiyyətlərlə tətbiq olundu. Tbilisi meriyası Ağmaşenebeli prospektinin bir hissəsinin bərpasını planlaşdırır. Mövcud zədələnmiş kərpic daş döşəmə yeni asfalt örtüyü ilə əvəzlənəcək. Söhbət Tamar Mepe prospektindən Marcanişvili meydanı daxil olmaqla olan yol sahəsindən gedir. Tender artıq elan olunub və 3 sentyabrda başa çatacaq. Layihə çərçivəsində yağış suları şəbəkəsi nizama salınacaq. Səkiyə və avtomobil yoluna bərpa işləri aparılacaq. Velosiped zolağı salınacaq. Həmçinin xarici işıqlandırma şəbəkəsi yenilənəcək. Meydanda yaşıllıq adacıqları yenilənəcək və infrastruktura əlilliyi olan şəxslər üçün uyğunlaşdırılacaq. Kaxetidə şaftalı yığımı davam edir. Fermerlər soyuducu təsərrüfatlarda şaftalının keyfiyyətinə görə təhvil verirlər. Ətraf mühitin qorunması və Kənd Təsərrüfatı Nazirinin müavini Laşa Dolidzenin bəyanatına görə cari mövsümdə şaftalı və nektarın məhsulu təxminən 17.000-18.000 tona çatacaq. Onun sözlərinə görə ixrac qiymətinin keçən illə müqayisədə əhəmiyyətli dərəcədə dəyişməyib. Ötən həftə isə ixracla bağlı olan ləngimələr praktiki olaraq aradan qaldırılıb. Laşa Dolidzenin bəyanatına görə dövlət dəstəyi çərçivəsində bir qədər əvvəl aqrobircə maliyyələşdirmə proqramının yeniləndi və dəyişdirildi.